ağlasın gülsün. Şadlığından az qalıram dəli olan. Bircə ölməydim, o günü görəydim ki, Sara bacım dirilib bu qapıdan içəri girir. Bismillah, bu laf möcüzədir ki. Vaxt tapmışsınız oynamağa. Başıma xeyr. Ay xanım, elə qəfildən gəldin ki, elə bildim Sara bacım korkuyub. Ay qıza varalanmayın, yer yığış eləmək vaxtıdır. Birazdan qonaqlar gələcək. Ay xanım, bu şeyh görəsən kasıbları da dirildir. Vallahi o balaca oğlan, o tüfür yadımdan çıxmır. Sən şeyxə yalvar ki, əvvəlcə Kərbəlayı Noruzu evin kişisini dirilsin. Kişi dirilsə, uşaq da olar. Başa Ay düşdü? xanım, bəlkə elə deyək, ikisini də birdən dirilsin, hə? Kepin necədir, ana? Qar olsun mənim günüm. Sənin əlindən az qalıram, özümü öldürüm. İstəyirəm əlimlə qəbir qazam, girim içinə, bəlkə canım qurtara. Yox, sən istəsən də ölə bilməyəcəksən. Ölsən belə şeyx səni dirildəcək. Yenə ölmək istəsən, yenə dirildəcək. Deyəcək, ey Fatma xanım, qalx ayağa. Ona görə də sən ölə bilməyəcəksən. Mütəkəlləməzmə, qalk görüm, qalk. Sən nə istəyirsən? Səndən ötürü qoymamışıq bunları. Əzib elə... Bildim ürəyindən nə keçir. İstəyirsən şeyx sənin ərini diriltsin? Ya! Ya! Samik. Nişanlın gəldi, niyə qaçırsan qız? Kəs səsini. Aleyküməssalam ağa, buyur içəri. Əgər nə xoşbəxt insansan, fələyin işinə bax ey. Mənə yan yörəsini göstərir, mərmər kimi sinəni sənə. Bəxtəvərsən, 13 yaşında mələk kimi bir qız alacaqsın. Çiçək kimi, yarpaq kimi. Ağzı süd qoxulu, 13 yaşında. Nə xoşbəxt adamsın. Utan! Anandan utana ki! Qızışma, qızışma. Lotusan, vur gəlsin. Vur. Otur. 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 Otur, mən də gedin nişanlını çağırım. Nazlı! Ay Nazlı! Nişanlın gəldi, bura gəl! Kəs səsini! Sərxoş! Ay oğul, bu nə biabırçılıqdır? Axı ayıbdır! Qurban olaram anama, darıxma, hər şey düzələr, hər şey. Ay uşaq, başıma xeyir. Bu laf dəli olub. Əli! Ay Əli! Gəl bu zibili ateşiyə! Ay xanım, Sibil hanı? Nə gözlərini döyürsən? Zibil mənəm, tut mənim qulağımdan, apar at çölə. Ana, Zibil gedir. Çıx get! Dadaş, o nə sözlərdə danışırdın? Ayıb deyil. Yox, bir qız sevmişəm 13 yaşında, ənni kirşanı qələm qaşında. Yazıq bacım. And olsun Allaha, mən bir bağırağa yeri getməyəcəyəm. Tutaq ki, getmədin. Onda səni itəliyib deyəcəklər ki, dayanma, get. Çönüb görəcəksən ki, öz atan Hacəsəndir. Yenə getmək istəməyəcəksən. O zaman anan səni dürtmələyəcək. Onun arxasınca halaların, bibilərin, əmilərin itələyəcək. Gün gələcək, bu doğma evimizdən köçüb gedəcəksən, yad yerə düşəcəksən. O zaman məni hardan tapacaqsan? Hardan? Ana, başına dönüm ana.
Kurban olum ana. Belki ben bütün bunları şefafasına deyirəm. Bağışla beni. Oğlum, benim bedbaht balam. Geçin yoldan, yabanın takılmayın. Hay Kemal, sakin olun. Ya şeyh, qədəmlərinize qurban olum. Buyurun bize, biz tərəfə. Öyle şey yoktu. Şey selamları bize geçmelidir. Yok, şeyh tərəfləri biz tərəfə getməlidir. Şey Bırak, kılası buyur bizim bize. üstümüze taşı. Eşek, Bırak eşeğin başı diyor. Eşeğin başı, başın hakkı eşeğin başını bırakan da öyle.